Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Elhamdülillahillezî razaqana bi'ş-şehâde. Elhamdülillahillezî cealena minel mutemessikîne bivilayeti emiril mu'minin. Salatu vesselamu ala habibi ilahina ve tabibi nufusina eşrefil enbiya ve hatemel murselin ve hayri halqihi ecma'in Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed Ve alihi tayyibine tahirin el-ma'sumin el-mükerremin سيما بقية الله في الأراضين اللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي بسم الله الرحمن الرحيم اللهم كل وليك الحجة من الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك تبعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. Allah hər birinizdən qəbul eləsin. Artıq 3-cü və sonuncu Qədir gecəsinə toplaşmışıq. Rəvayətlər xüsusi olaraq bu Qədir gecəsini, 3-cü Qədir gecəsini, yəni 23-cü gecəni xüsusi diqqətdə saxlayır. Buyururlar ki, bu gecə çox önəmli gecədir və eyni zamanda həm də duaların qəbul olan gecəsinə düşüb. Cümə gecəsidir bu gecə. Sabah cümədir. Allaha həmd olsun ki, Allah bu ildə bu anları yaşamağı, bu saatları, bu dəqiqələri yaşamağı hər birimizə lütf elədi, mərhəmət göstərdi. Mən təşəkkür edirəm hər birinizə ki, Allahın ayinlərini icra edirsiniz. Təkcə özümüz üçün deyil, həm də bu gecələrdə Həzrət Əli əleyhissalamın şəhadət gecələrini boş qoymamışsınız. Allah axirətdə əlinizi Həzrət Əlidən heç vaxt üzməsin. Və bu 3 gündə insanlara xidmət göstərənlər, canıyla, puluyla, xüsusi olaraq xidmətçilərə sizin adınızdan və öz adımdan xüsusi təşəkkür edirəm. Hər növ xidmət göstərənlər, Allah axirətdə əlinin şəfaati ilə bu xidmətlərimizin əvəzini qaytarsın inşallah. Bu gecələrdə hər gün olduğu kimi Allahdan şəhidlərimizə xüsusi rəhmət diləyirəm. İslam şəhidlərinə, vətənimizin şəhidlərinə və dünyadan köçən əzizlərimizin ruhlarına Allahdan rəhmət diləyirəm. Və xüsusi olaraq hər birimizin əzizi olan mərhum ustadımızın ruhu üçün, ruhuna Allahdan rəhmət diləyirəm. Allah o pak ruhlar ki, torpaq altında yatıblar, Allaha bəli deyib, ləbbeyk deyib bu dünyadan köçüblər. Allah onların pak ruhlarını bizlərə duacı etsin. Və o əzizlərimiz ki, səhvi, xətası və düzü ilə yanaşı birgə yaşayıblar, Allah bu gecələrin ehtiramına, bu gecələrin hörmətinə Allah onları, gümanları gəlmədiyi şəkildə bağışlasın. Və hər kəs bu gecəyə bəllidir ki, belədir, böyük ümid ilə gəlib ki, bu sonuncu gecədir. Məndən iltimas ediblər, xahiş ediblər ki, dua edək.
və bir yaşlı ağsaqqallarımızdan biridir, hər gün oruç tuturdu. Bugün xəstəxanadadır, müəyyən çətinliyi yaranıb, zəng etmiş ki, dua eləyək. Evladı xəstə olanlar, əzizləri xəstə olanlar, ümumiyyətlə burada iştirak edən kimin canında nə xəstəlik varsa, Allah hamıya şifa versin və kimin nə hacəti varsa, mənəvi və maddi, hər nə çətinliyi, sıxıntısı varsa, yol tapa bilmir, həll eləsin. Allah'ın verirəm, Həzrət Əli əleyhissalamın yoluna Allah heç kimi buradan əliboş yola salmasın inşallah. Biz dünən gecə danışmışdıq ki, məzlumiyyət təkcə imamın, peyğəmbərin hər hansı bir işgəncəyə, fiziki zülmə məruz qalması deyil. Ən böyük məzlumiyyət başa düşülməməkdir, anlaşılmamaq. Peyğəmbərlər və imamlar bundan əziyyət çəkiblər. Çox əziyyət çəkiblər. Sevgilərinin qarşılığında təkcə arzuları bu olub ki, insanlar xoşbəxt olsun, insanlar həm dünya və həm axirətdə qazanc əldə edə bilsinlər. Bunu görə bilməyəndə və sonda əziyyət çəkiblər. İmamların həyatına baxırıq, görürük ki, onlar cəza sisteminə üstünlük verməyiblər həyatlarında. Ki, cəzalandırsınlar, cəzalandırmağa meyilli olmayıblar. Günah eşidiblər, Peyğəmbərin hakimiyyəti, İslam hakimiyyəti olub və özünə məxsus məhkəmə sistemi olub. Amma bacardıqları qədər günahkarları o sistemin cəzasından qaçırmağa çalışıblar. Bacardıqları qədər özlərini eşitməməzliyə vurublar ki, insanlar günahlarını etiraf edəndə cəzalandırmalı olmasınlar. Ümumiyyətlə, Allahın işi cəzalandırmaq deyil. Allahın işi bağışlamaqdır. Cəza mərhəmətin olmadığı yerdədir. Cəza mərhəmətdən imtina eləyənlər üçündür. Kim mərhəmətdən imtina eləyirsə, o cəzalanır. Burada cəza insanın öz əli ilə öz qarşısında qoyduğu bir yoldur. Yaxşı, onda Allah cəzanı niyə verir? Bilmirəm necə izah eləyəcəm, amma çalışacağım izah eləməyə. O mərhəmətdə Allah niyə cəzalandırır? Dünyadakı Allahın qurduğu cəza sistemi ümumbəşəridir. Bəzən bir nəfərin cəzalanması böyük bir kütlənin həmin günahı etməməsinə səbəb olur. Mən bu hədisdən çox xoşum gəlir. Yadımdadır ki, demişəm ya əyyamda, ya Məhərrəm gecələrində, istəyirəm bir də deyim. Həzrət Əlidən soruşurlar ki, Allah cəzalandırmaqdan qaçırsa, onda cəhənnəmi niyə yaratdı? Həzrət Əli əleyhissalam buyurdu ki, Allah cəhənnəmi yaratdı ki, cəhənnəmlə qorxudub heç olmasa cənnətə apara bilsin. Möhtəşəm izahdır. Çox möhtəşəm sözdür. Sanki bir ananın, atanın cəzalandırmaq təhdidinə oxşayır. Cəhənnəm təhdiddir. Cəhənnəm təhdid edir ki, yola salsın, qaydasına qoysun. Cəhənnəm əzabı qaydaya qoymaq üçündür. Vallah, billah, insan özü seçir cəhənnəmi. Bu qədər rəhmətin içində cəhənnəmi özü seçir. Seçim edir insan. Necə ki, həyatda o çətin həyat tərzini, sıxıntılı həyat tərzini insan özü seçir. Eyni zamanda cəhənnəmin əzabını da
Özü seçir insan. Allah istəmir bu şeyi. Allah istəmir insanlar cəzalansınlar. Allah istəyir ancaq mərhəmət göstərsin. Allah istəyir yalnız mərhəməti ilə davransın. Quran-ı Kərimin cəza ayələrinə baxırıq. Çox gözəldir. Baxıb şükür eləməlidir. Görürük ki, hər əzab ayəsindən sonra dərhal müjdə ayəsi gəlir. Baxsaz Quran-ı Kərimə, görəcəksiniz ki, hər əzab ayəsindən sonra, cəhənnəm ayəsindən sonra, belə desək, cənnət ayələri gəlir. Niyə axı? Niyə belə edirsən, ilahi? Bir nəyə bənzir? İzah edeyim sizin üçün. Çünki insan cəhənnəm əzabını görəndə Allahdan qorxar. Qorxar və qorxu məyusluq yaradar, ümidsizlik yaradar. Axı, əzab hamı üçün deyil. Amma bəzi insanlar cəzalanmasalar, bəzi cəmiyyətlər cəzalanmasalar, heç cür düzəlməzlər. Ona görə Allah ya kiminsə əli ilə, ya birbaşa ilahi bəla gəlir, ya pak bəndələrin əli ilə o cəmiyyətləri cəzalandırır. Onlar cəzalanmalıdır. Cəzalanmasa, bəşəriyyətin ömrünə, həyatına qənim kəsiləcək. Baxırıq, burada da cəzadan danışır, dərhal ardıca cənnət ayəsindən danışır. Bu niyə görə belədir? İnsanlar cəzanı eşidərlər, sonra qorxarlar. Qorxu çoxalarsa ümidsizlik yaranır. Qorxu çox olsa ümidsizlik yaranır, məyusluq yaranır. İnsan özü bəzən öz əlindən ki, qəzəblənir, öz günahının əlindən, öz etdiyi səhvin əlindən cəza istəyir. Başlayır cəza istəməyə. Bəzən görürsən, insan günah eləyir, səhv eləyir və yaxud da hər hansı bir xətanı eləyir. İstəyir ki, ölüm belə yaşamaqdan yaxşıdır. Başlayır özünü danlamağa. Başlayır özünü danlamağa və bu cəza ayələrini də görür, bu cəza sistemini də görür, daha da çökür. Allah gəlir dərhal mərhəməti ilə insanın öz əli ilə özü üçün yaratdığı sıxıntıdan, əzabdan insanı azad edir. Onunla rahat olma, bu qapıda var. Peyğəmbərin bir hədisini deyirəm sizə və bu ayələri izah edəcəm. Möhtəşəm hədisdir. Adam bu hədisləri eşidəndə, oxuyanda və yaxud da ariflərin müəyyən sözləri var, deyəcəm sizə bu gecə, Allah qismət eləsə. Adam istəyir Allaha desin ki, sən məni bağışlamaya bilməzsən. Mümkün deyil sən məni bağışlamayasın. Ona görə İmam Səccad Əbu Həmzə Sümalə duasında çağırır. Əvvəl deyir, ilahi, sən məğfirətin genişdir, sən rəhmətin hər şeyə əhatə eləyir, sən helmin qəzəbindən qabaqdır, helmin, yəni cəza verməlisən, gözləyirsən, o qədər gör neçə ildir məni gözləyirsən, cəzalandırmırsan. İmam Səccad duanın bir yerində buyurur ki, ilahi, məni qınamayın. Siz çıxış dinləyən insanlarsınız, siz bu ölkədə mərhum Hacı Şahin kimi böyük bir dahi şəxsiyyətin çıxışlarında iştirak edən insanlarsınız, ona görə mən rahat danışa bilirəm. Yəni, Hacı bu mövzular üçün yol açıb. Daha doğrusu mövzuları tam təhlil edib və bizim üçün də yol açıb ki, qorxmayın, danışın bunları. İmam Səccad duanın bir yerində buyurur ki, Əbu Həmzə Sümalə duasında. Duanın bir yerində buyurur ki, ilahi, məni qınama. O qədər bağışladın ki, ərkön elədin məni. Özün belə eləmisən. Görün, danışıq dilinə baxan, görün nə gözəl cümlələr tapır. Əli əleyhissalam səhv eləmirəmsə, münacadı Şəbaniyyədədir. Şəbaniyyə münacatında. Vaxtınız olsa bu gecə bir küncə sıxılıb o münacatı ilə tərcüməsini oxuyun. Görün nə gözəl sözləri var. Orada buyurur Əli əleyhissalam ki, ilahi,
görsəm ki, Allahı tanımaqdır məsələ. İlahi, görsəm ki, əməllərim bəs eləmir, yaxşı əməllərim çatmır, desən ki, mənə yaxşı əməllərim bəs eləmədi, çatmadı, rəhməti ilə tanıyıb onu. Onda günahlarımı yığacam, götürüb gələcəm qapıma. Yoxum deyilsə, olan budur. Sənin rəhmətin çatır axı buna. Peyğəmbərə deyirlər ki, ya Resulullah, bir nəfər günah eləyib. Allah onu bağışlayar, ölümünü də bilmir və yaxud da bilsə ki, birilə öləcək. Allah onu bağışlayar. Peyğəmbər buyurdu ki, hər kəs bilsə ki, indi olur bəzən xəstəliklər olur, insanın həyatı üçün təhlükəli xəstəliklər olur. Birilə öləcək, Allah onu bağışlayar. Peyğəmbər buyurdu ki, bilsə ki, birilə öləcək, insan ağlı ilə baxanda 40 illik, 50 illik günahı birilə təmizləmək olmaz. Amma Allahın rəhməti ilə baxanda Peyğəmbər buyurdu ki, bilsə, tövbə eləsə Allah bağışlayar. Peyğəmbərin ürəyi açıldı. Hədisi oxusaz, görəcəksiniz ki, sanki Peyğəmbər bu sualın cavabı, sualı gözləyirmiş ki, bu sualı versinlər, Peyğəmbərin ürəyi açılsın, Allahın rəhmətini desin cəmaata. Peyğəmbər buyurdu ki, hətta bir ay ölümünə qalmış xəbər tutsa, tövbə eləsə Allah bağışlayar. Hamısını keçər. Sual verən dedi, ya Resulullah, bir ay. Dedi, bir ay nədir? Bir həftə qalmış bilsə Allah, tövbə eləsə Allah bağışlayar. Dedi, bir həftə nədir? Peyğəmbər buyurur, bir gün qalmış bilsə, tövbə eləsə Allah bağışlayar. Dedi, bir saat qalmış bilsə ki, öləcək, tövbə eləsə Allah bağışlayar. Sual verən sualın cavabından həyəcan bürüdü onu. Dedi, nə vaxt bağışlamaz onda? Bu Allah nə vaxt bağışlamır? Dedi ki, onda ki, ayılmadı, fərqində olmadı, canı dünya əlindən çıxdı, onda da bağışlamaz. Fərqində olmadı. Fərqində olan üçün rəhmətdir. Əsas məsələ günahın fərqində olmaqdır və Allahın rəhmətini tanımaqdır. Allah rəhmət eləsin bu əziz gecədə Məhəmməd Hüseyn Təbətəbaini, Əllamə Təbətəbaini deyir ki, insan, Əllamə Təbətəbaini deməsə, adam bilməz bunu necə desin ki, dinin dərin bilicilərindəndir, filosoflarındandır, Quran-ı Kərimi dərin bilən insanlardan olub. O buyurur ki, insan ki, can verir, baxır, əmin olur ki, həkim bir şey eləyə bilmir. Əmin olur ki, doğmalarım heç nə eləyə bilmir. Əmin olur ki, heç kim heç nə eləyə bilməz. Heç kim bacarmadı. Canı sıxılanda ki, ağrıdan gözünün qıraqlarına su yığılır. Orada bir dənə ürəyindən keçirsək, ilahi, məni cəzalandırarsan sən, yəni, Allah bağışlayar. Allah belə Allahdır. Bunlar təşviq deyil, bunlar təsəlli deyil, bunlar həqiqətdir. Vallah billah həqiqətdir. O məşhur dua var, ya mən ləhud dünya vəl-axirə, irham mən leysə ləhud dünya vəl-axirə. Ey Allah ki, bütün dünya və axirətin sahibi sənsən. Rəhm elə o kəsə ki, nə dünyası var, nə axirəti. Heç nəyi yoxdur. Bu bilirsiniz, kimin sözdür, zikr halında düşüb ariflərin dilinə? Gecəsi, gündüzü günahla keçən bir adamın zikridir. Gecəsi, gündüzü günahla keçirdi və günahdan ayrılmırdı. Belə şərait gəldi, çatdı ki, evində hamı onu atmışdı. Bir xarabalıqda can verirdi. Can verəndə kömək axtardı, bir su istədi, bir kiməsə nəsə demək istədi, gördü heç kim yoxdur. Dedi Allaha ki, sən heç kimi olmayanların kimsəsi deyirsən. Bu dəqiqə mənim heç kimim yoxdur. Buna heç kim hörmət eləmirdi. Kimsə buna hörmət eləmirdi ki, bu günahla məşğuldur. Orada bu zikri dedi. Ey Allah ki, dünya və axirətin sahibisən. Hər şeyim var. Rəhm elə o kəsə ki, nə dünyası oldu, nə axirəti. Heç nəyim yoxdur mənim. Üz üstünə bu dünyadan köçdü insanlar bunu apardılar, öz əzizlərinin yanında dəfn eləmədilər ki, bu kimdir bizim qəbristanlığımıza dəfn olunsun. Həmin zaman alimlərindən biri yatdı, yuxuda Allah ilham elədi ona ki,
gedin səhər oyanan kimi, gedin o bəndəmi, əziz bəndəmi, qurban olaq ilahi rəhmətinə, əziz bəndəmi oradan çıxarın, aparın, hörmətlə qüslünü verin, kəfənə tutun, aparın, dəfn edin. O alim deyir, yuxuda dedim ki, ilahi, axı bunun hansı əməlinə görə bundan belə davranırsan? Hamı bunu tanıyırdı. Dedik, Allah dedi mənə yuxuda ki, kaş biləydin, dünyadan köçəndə, heç kim olmayanda mənə nə dedi? Deyir, bu söz dedi, ya mən ləhu dünya vəl-axirə, irham mən leysə ləhu dünya vəl-axirə. Deyir, bu söz dedi mənə. Rəhmətimə sığışdırmadım, özümə sığışdırmadım, onu bağışlamayayım. Bütün günahlarından keçdim. Allah belə Allahdır. Rəhməti ilə tanımaq lazımdır, rəhməti ilə qapısına getmək lazımdır. Demişəm, bir alim danışırdı, deyirdi, ilahi, mən bu sözləri demirəm, sizə nəsə öyrədim. Mən bu sözləri sizə xatırladıram ki, sizin mən əminəm ki, Allahla aranızda olan münasibət, mənim Allahla aramda olan münasibətdən daha gözəldir. Əminəm buna. Əminəm buna. Hər məclisə girəndə 3-cü qədir gecəsidir. Hər məclisə girəndə sizin ürəklərinizin gözəl halından bütün ruhum dəyişir. O da gözəlliklər var. Ümid hər şeyi gözəlləşdirir. Ümid hər yeri gözəlləşdirir. Ümid yoxdan, yox olan bir yerdən varlıq yaradır. Ümid belə bir şeydir. Ümid belə bir şeydir. Allah da buyurur ki, kim mənimlə, hansı ümid ilə davranarsa, o cür ondan rəftar edəcəm. Hədisdə özüm görmüşəm, amma deyir, kim mənim bəndələrimi, özü kamil namaz qılsa da, oruç tutsa da, amma mənim bəndələrimi, mənim rəhmətimdən ümidsiz eləsə, nə namazını qəbul edəcəm, nə orucunu qəbul edəcəm. Heç də ondan qəbul edəməyəcəm. Məsələn, Allahın rəhmətinə sığınmaqdır. Sadəcə burada, bu gecədə açmaq istədiyim bir məsələ var. Bir neçə dəqiqədə çalışacağım, başlayayım, yekunlaşacağım. Hər gecə çox yoruram sizi. Bugün saatı qarşıma qoymuşam ki, çox baxa bilim ki, çox vaxt tutmayayım. Amma burada əsas məsələ bağışlanmaq deyil. Biraz da səlahiyyətim olsaydı, deyərdim sizə ki, bağışlanmışsınız da day. Nə istəyirsiniz? Heç olar ki, Allah bir nəfər ürəyi sınsın. Allah buyurur ki, məni axtarsaz, sınıq qəlblərdə tapacaqsınız. Bir nəfərin ürəyi sınsın. Bax, əsas məsələ budur. İlahi, sual yaransın içindəki, amma ümidlə yaransın. İlahi, mən də bağışladım bu cəmin içində. Bəsdir. O sualdan sonra ki, gözvə hakim ola bilmirsən, ürəyin titriyir, Allahın rəhməti cuşa gəlir. Bilirsin, nəyə bənzir bu? Bəzən görürsən, evdə uşaq bir xəta eləyib, bir səhv eləyib, uşaqdır da. Amma biraz böyük səhv eləyib. İndi artıq cəzalanacaq. Ya ata tərəfindən, ya ana tərəfindən cəzalanacaq. Qəzəbləndirib onları. Ona çatanda, axı başqa çarəsi yoxdur, başlayır ağlamağa. Ağlamağa başlayanda ana-atanın əlləri düşür yanına da cəza vermək yoxdur. Bax, buna bənzir bu. Elə ki, ürəyin sındı ki, çarəsizəm, təsliməm ilahi və s. Məsələlər bitdi. Orada cəza yox, rəhmət gəlir, hakim olur. Rəhmət gəlir, hakim olur. Ona görə cəzadan sonra dərhal məğfirətindən, cənnətindən danışır ki, yəni günahkar və eyni zamanda tövbəyə bağlı olan insanlar, siz qorxmayın, bunu sizin üçün demirəm. Bu cəza sistemi kafirlər üçündür. Bu cəza sistemi Allah düşmənləri üçündür, sizin üçün yox. Nəyə bənzir? Görürsən, evdə bir 3 yaşında, 4 yaşında uşaq var, bir də 16 yaşında uşaq var. Yəni, bu 16 yaşında olan uşaq evdə bir gənc, yeniyetmə bir səhv eləyib, ata qışqırır üstünə, danlayır onu. İndi bu 3 yaşında olan da qorxur axı bundan. Ata onu danlayanda bu qorxur da. Yəni, atanın həmişə bu balaca da həmişə qucaq görüb, sığal görüb, bu qəzəbi görməyib. Allah rəhmət eləsin, Hacı deyərdi ki, çalışın evdə evladlarımız qəzəbinizi görməsinlər. Sonra Allahın mərhəmətindən ümidsiz olarlar. Qəzəbi göstərməyin son dərəcə olaraq. O uşağı danlayarlar da, qınayarlar da, amma qəzəb göstərməyəsən görək.
Qorxar, o qorxu qalar ürəyində, əbədi qalar ürəyində. Sonra kimi ona, insan üçün ən yaxın evdə ata-anası da elə deyil. Sonra kimdən danışsalar ki, Peyğəmbər mərhəmətlidir, Həzrət Əli mərhəmətlidir, mehriban imamdır, Allah mərhəmətlidir, inana bilməz. Yer eləyər onun ürəyində, inana bilməz. Bu uşaq qorxur, balaca qorxur. Ata neynir, ana neynir evdə? Dərhal gəlir qucaqlayır onu ki, narahat olma. Yox, mən sənə demirəm, sən niyə qorxmusan? Ata belə deyir, ha? Bu belə eləyib atanı. Yoxsa ata belə deyir. Allahın da sanki Quranda qurduğu bu sistem cəhənnəmdən danışır, baxırsan ki, bu neyniyəcək? Od vurub yandıracaq. Şiddətli əzab verəcək. Adam qorxur. Qorxursan dərhal cənnət ailəndir. Yox, mən elə Allah deyirəm, siz mən belə tanımıyorum. Bu, insan qənimləri, insan qatilləri məcbur edirlər bunlarla belə danışım. Yoxsa mən belə danışmaqdan razı deyirəm özüm. Bunlar belə ediblər, mən belə danışıram. Nə gözəldir Quran-ı Kərim. Allahın özünə qalsa gəlir belə danışır. Fəskuruni əskurkum. Gəlin söhbət eləyim, məni xatırlayın, mən də sizi yad eləyim. Mən sizinlə söhbət eləmək istəyirəm. Mən sizin üçün darıxmışam. Biz belə gəlirik adətən Qədr gecələrinə ki, gedək görək Allah bizə baxar, ya yox. Allahdan üzr istəyirəm, onun adından danışıram. Amma öz sözlərinə əsasən danışıram. Mən kiməm ki, Allahın adından danışım. Amma Allah belə baxmır məsələyə. Biz səhv baxışdayıq Allah haqqında. Allah belə baxır məsələyə ki, görəsən hansı biri, nə qədər adam ayılacaq, gəlsinlər qapıma, rəhmət qapımı açmışam. Allah gözləyir, vallah, billah, Allah bizdən çox gözləyir bizim bağışlanmağımızı. Bir dənə ayılsaydı, bir dənə diqqətli olsaydı, gecə gündüz nəzarəti bizim üstümüzdədir. Ya haziru, ya nazir. Ariflərdən biri deyirdi ki, bu zikri çox deyin. Ya haziru, ya nazir. Allah ki, həmişə yanımdasan. Həmişə yanımdasan. Və həmişə nəzarət edirsən mənə. Allah həmin Allahdır. Həmişə diqqəti bizim üzərimizdə. Deyil, sadəcə bu gecələrə gəlib bağışlanmaq, diləmək deyil kifayət. Uduzarıq, təkcə bağışlanmaqla getsək. Yox, məndən daimi olaraq məni alın. Bu gecələr onun üçündür. Daimi olaraq Allahdan Allah'a alasan. İlah özünü istəyirəm. İlah, mən başqa nə istədim? Bağışladın məni, pakladın ürəyimi, getdim yenə körladım. İlahi, gəldim, söz verdim ki, günah etməyəcəm day və sən də mənim sözümə uyğun bağışladın məni, mən getdim yenə elədim. İlahi, dedim ki, bundan sonra namazı kamil qılacağım, yenə qıla bilmədim. Orucu kamil tutacağım, yenə tuta bilmədim. İlahi, mən dedim ki, artıq mən nalayiq söz danışmayacağım, heç vaxt danışdım. Yenə elədim bunları. İlahi, mən bacarmıram. Ən yaxşı hal budur. İlahi, mən bacarmadım. İndi gəlmişəm bu gecə ki, səndən özüvü alım, özüvü istəyirəm səndən. Bu gecə özüvü ver mənə, ürəyimə hakim ol. Elə bir hakimiyyət hökm sürsün mənim ürəyimdə ki, heç vaxt sən mənim yadımdan çıxmayasan. Heç vaxt unutmayayım səni. Bu Qədr gecəsində ki, hiss edirəm, ürəyimə yaxınsan, sən demə, problem mən imişəm. Sən hər gecə beləsən, ha? Allah hər gecə belədir. Yəni, biz elə bilirik ki, ancaq Qədr gecələrində belədir. Yox, Allah hər gecə belədir. Sadəcə biz hər gecə belə deyilik deyə hiss eləmirik. Allah hər an belədir, hər gün belədir. İnsanlar ağızlarının suyu axır, tamahla biz baxırıq Quran-ı Kərimdə ki, Allah Əshab-ı Kəhvə necə nəzarət edirdi. Gecə onlar yatmışdılar, neçə yüz il yatdılar da, hər biriniz bilirsiniz. Onları yatdıqları vəziyyətdə sağa çevirirdi, sola çevirirdi ki, insan bir bədən, bir istiqamətdə yatsa, bədəni yara içində olar, bədən dözməz. Biz də baxırıq ki, Əshab-ı Kəhvin nə qədər istəyirdi. Vallahi hər gecə bizi sağa sola çevirən elə Allahdır ki, rahat yataq. Sağa çevirir, sola çevirir.
Mən özüm rast gəlmişim, alimlər deyirlər ki, bəzi yuxular var ki, onlar çox qorxuludur. İnsan hər gözün yumanda yuxuya gedəndə, yatanda yuxu görür. Amma bəzi yuxuları Allah insanın yadından çıxarır ki, o yuxu həyatında onu rahat buraxmaz. Allahın rəhmətidir, mərhəmətidir. Bəs bəzən axı qalır adamın yanında, adamın yadında adam əziyyət çəkir. Bəzən götürür rəhmətin ki, qoy biraz başa düşsün. Başa düşsün ki, mən düşürsən qapı-qapı. O yuxu yozanın ardıca gedirsən, bu yuxu yozanın qapısına gedirsən. Ki, birdən bir bəla gələr başıma. Fikir verirsiniz, bir də ağır yuxu görürsən, başlayırsan səhəri qorxmağa. Deyir, niyə axı qorxu ilə gəlirsən? Niyə qorxu ilə gəlməlisən sən? Niyə cəza qorxusundan gəlməlisən? Rəhmətin pisdir və ya? Yox, ümumiyyətlə, mən sənə bu ömrüm boyu az mərhəmət göstərmişəm. O qədər hadisələr çıxıb qarşıva ki, az qalıb bir maşın, sükan idarə eləyəndə az qalıb öləsən. Amma oradan çıxanda demirsən ki, bacardım. Sən bacarmamısan, mən qorumuşam səni. Sən düz yol gedəndə yıxılırsan elə. Sən bacaransan. Sən bacarmamısan, mən qorumuşam. Niyə hər şey öz adıma çıxartdın, mənim qədrini bilmədin? Niyə? Sən elə bilirsən ki, çox bacarıqdasan. Çox təcrübəli adamsan, bu günahları eləyirsən, Allah uzaq eləsin bizdən, misal olaraq deyirəm. Bu günahları eləyirsən, bu nalayiq sözləri danışırsan, yalan danışırsan bəzən, valideynə qarşı çıxırsan, qədir qiymət bilmirsən bəzən və fikirlərsən ki, yol tapıb çıxıram buradan ki, cəzası gəlmir. Cəzanın qabağını mən almışam, yoxsa bunların hamısının cəzası var. Mən almışam cəzanın qabağını, qoymamışam. Allah demək istəyir mənə bu gecə ki, əsirəm sənin üstündə, xəbərin var. Əsirəm sənin üstündə. Əsirəm sənin üstündə ki, başqa bir bəla gəlməz. Hamı ilə danışdım. Hamı ilə dil tapdım. Nə olub sənə ki, bir də məndən dil tapmırsan? Ən rahat yola gələn varlıq mənəm. Ən rahat yola mən gəlirəm. Heç olub sənin üçün bir dostun, qardaşın, əzzin başa düşə bilməyib səni. Bir səhvə görə bağışlamır sənin neçə illərdir. Amma gəldi mənə bax, gör nə qədər səhvə görə bağışlamışam səni. Söz vermişsən, əməl eləməmişsən, amma verdiyin sözə baxmamışam. Bilirdim olsa yenə gedib eləyəcəksən, amma mən bağışlamağa üstünlük vermişəm. Gör nə qədər keçmişəm sənin üçün. Bir dənə səhv eləmişsən, diqqətsizlik eləmişsən, demişsən, hamıya yayıblar. Abrıva aparmaq üçün əlbir olublar. Yığışıblar ki, abrıva aparsınlar. Bütün mələklərimi, bütün peyğəmbərlərimi, məsul imamları hamısını toplamışam bir yerə ki, hamımız bunu dua eləyin ki, günahın üstü açılmasın. Mən belə davranıram. Hər gün sən yedirdən mənəm, hər gün sən içirdən mənəm. Yediyin yeməklər bəlaya çevirilər sənin üçün. Çünki yeməyi də sən bilmirsən. Mən salamat saxlayıram səni. Yusuf Peyğəmbər buyurur, çox qəşəng buyurur, çox gözəl, ədəbi dildə danışır Allahla. Deyir, ilahi, mən xəstələndim, sən mənə şifa verdin. İlahi, mən özümü xəstələndirdim, amma sən şifa verənsən. Peyğəmbərlər belə danışırlar. Dinlə eləmişəm, mən eləmişəm. İmam Səccad ona görə sayır, sonra axırda deyir ki, ilahi, sənin rəhmətin genişdir, məğfirətin genişdir. İndi ki, artıq bağışlanmaq üçün Bakıda belə bir söz var, sino gedir bağışlanmaq üçün. Sino gedir. Bilmirsən, o ərəbcə cümləni necə tərcümə eləyəsən. Sino gedir bağışlanmaq üçün. Başlayır İmam Səccad fəryad eləməyə. Deyir, hanı bəs sənin o geniş məğfirətin? Hanı sənin o geniş rəhmətin? Əbu Həmzə Sumal duasına bax. Allah deyir, gəlin bu gündən dost olaq. Fikir verirsiniz ariflərin həyatına. Bir arifin bir sözü var, çox xoşuma gəldi. Oxumuşam.
sevinirdim ki, mən çalışıram ki, çünki özüm də sizdən də kiçik adamam, çalışıram ki, elə həqiqətləri deyimsə ki, başa düşəsiz ki, budur da, bundan başqa yol yoxdur. Bundan başqa bir yol yoxdur. Gördülər bir arif, bu simvolikdir də, izah eləmək istəyir bizə, qalıb necə izah eləsin? Ariflər çırpınırlar, izah eləyəmirlər. Görürlər ki, bir əlində su aparır, bir əlində də od, alov aparır. Gedir. İstəyir insanlara aidsin, diqqətləri cəm eləmək istəyir. Dedilər ona ki, hara gedirsən? Bula hara aparırsan? Dedi, gedirəm cənnəti yandırım, cəhənnəmi söndürüm. Suya aparıram ki, cəhənnəmi söndürüm. Arifdir də. Deyir, suya aparıram ki, cəhənnəmi söndürüm. Oda aparıram ki, cənnəti yandırım. Dedi, necəyəm cəhənnəmi söndürüm, cənnəti yandırım? Bu nə sözdür? Dedi, bunu eləmək istəyirəm ki, insanlar nə cəzanın qorxusundan, nə də cənnətin zövqündən ibadət eləməsinlər. Onu sevib ibadət eləsinlər. Buna görə eləmək istəyirəm. İzah eləmək istəyir ki, onu sevmək bəs eləyir. Deyirlər ona ki, niyə axı bu insan cənnətə getmək pis deyir? Pis deyil. Onunla dost olmağın qarşısında kiçikdir cənnət. Cənnət kiçikdir. Ona görə Peyğəmbər buyurur ki, insanlar cənnətin arzusuyla yaşayarkən cənnət Səlmanın arzusuyla yaşayırdı. Səlmanla bax gələcək. Dostluq daha mühümdür. Oxuyuruq tarixdə, görürsən Kərbəla şəhidlərinə cənnəti göstərirlər. Kərbəla şəhidlərini İmam Hüseyin cənnəti göstərir. Deyirlər, yox da yox, qalmaq istəyirik. Getmirik. Həzrət Əli əleyhissalam Səlmana cənnəti göstərir. Deyir, Səlman, bura sənin yerindir. Demirəm, iddia eləyim, yəni cənnət mən üçün azdır. Amma deyirəm, əgər hər duanı eşidirsənsə, hər ürəyin dərinliklərində olan hər şeydən xəbərin varsa, nə olar ki, mən də istəyirəm. Həzrət Əli əleyhissalam Səlmana cənnəti göstərir. Deyir, Səlman, indi iradə eləsin, istəsən, Allah səni bura daxil eləyər. Gedirsən, baxır Əli əleyhissalamı, deyir, Əli, sən də gəlirsən? Deyir, yox. Deyir, onda mən səninlə birgə qalmaq istəyirəm. Sənsiz istəmirəm. Allah vəlisinə, sevgisinə baxın. Sevgi gəlir, hər dəyərdən üstün olur. Hər dəyərdən. Allaha olan sevgi və onun canişinlərinə olan sevgi. Nə cəhənnəmin qorxusu, nə cənnətin şövqü. Sənlə dost olmaq istəyirəm. Mən istəyirəm ki, cənnətə aparacaqsan sən məni, aparacaqsan. Heç sənin ixtiyarındadır. Amma mən istəyirəm ki, bu dünya yoxdur. Bu dünyada yaşayanda cənnətdə yaşayacağım kimi yaşayayım. İstəyirəm belə yaşayayım mən. Mən belə yaşamaq istəyirəm. İstəyirəm İmam Səccad kimi yaşayayım. Mən səni çağıranda deməyim, ilahi, məni cənnətə apar. Mən səni çağıranda deyim ki, ya cənnəti, ay mənim cənnətim. Sən özün elə mənim cənnətimsən. Mən belə istəyirəm. Deyir, bundan insan hara gəlir çatır? Necə olur insan gəlir bura çatır? Ariflər deyirlər ki, zikirlə gəlir çatır. Bunu izah edeyim, yekunlaşdırıram. Ariflər deyirlər ki, insan zikirlə gəlir çatır bura. Deyir, birinci budur ki, dilvi, qulağını qoruyasan bütün nalayıq şeylərdən, sözlərdən, söhbətdən. Qoru da. İndi sual yaranar ki, necə qoruyaq? Çətindir biraz axı. Qorumalıyıq da, başqa yol var. Başqa yol yoxdur axı. Qoruyanda adam bu maddi aləmin arxasında olan sözləri eşidir. Mən ustad bir alimlərdən birinin, böyük ustadlardan biri də müfəssirdir, hal-hazırda yaşayır, Allah canını qorusun, onun hər cür xədabələrdən. Onun sözünü deyirəmsə, deyir, insan bir yerə gəlib çatır ki, deyim bunu da sizə, bəzi vaxtlar oldu, mən hacının qarşısında dinləyirdim və görürdüm ki, bu yazılarda olan sözlər deyil də. Siz daimi dinləyənlər mənimlə razılaşarlar. Bir neçə dəfə olub özünə də yazmışam. Demişəm, hacı, vallah bunlar oxunulası şeylər deyil.
Və bunlar düşünüləsi şeylər deyil. Vəhy oxşayır bu sözlər. Özü deyib mənə ki, bəzi vaxtlar özüm də bilmirdim, bunları mənə kim deyirəm. Özü etiraf edib mənə, hacı deyib mənə. Sonra bunu axtardım, ustad, həmin dediyim ustaddan, kitabından oxudum. Deyir ki, insan bir yerə gəlib çatır, qoruyur da qoruyur, maksimum qoruyur. Allah üçün pak saxlayır dilini. Allah üçün pak saxlayır qulağını. Bir dənə sözü bu da Allahın ki, pak saxla bunları mənim üçün də. Saxla, biz gözləməliyik ki, 80 il yaşayasan, hesab elə ki, cənnətə gedəcəksən. 80 il yaşayandan sonra gedəsən, cənnətdə orada danışaq. Nə olar ki, elə biz dünyada danışa bilək? Biz elə dünyada danışa bilək də bir-birimizlə. Mən sənə çox yaxınam axı. Ustad buyururdu ki, o qədər insanları düşünürlər, o qədər Allahın əmrlərindən çıxmayıblar, dillərini və qulaqlarını pak saxlayıblar ki, həmin ustad buyurur, çox böyük ustaddır, heç vaxt elə-belə söz deməyib o. Deyir, ya İmam Zaman əleyhissalamla birbaşa görüşürlər, ağa deyir, bunları deyərsən cəmiyyətə, ya da özləri görmürlər imamı, imam qulaqlarını oxuyur, onlar deyirlər cəmiyyətə. İnsan bunun üçün yaranıb. Fikir verirsiniz, bəzi alimlər olub ki, Allah ruhlarını şad eləsin bu əziz gecələrdə, onların ruhlarına çox borclu yox. Görürsən, bir söz deyir, heç kim inana bilmir, nə ağıl hesablaya bilir, nə təcrübə hesablaya bilir. Görürsən ki, 5 il keçdi üstündən eynən dediyi şeylər olur. Eynən dediyi bütün detalları ilə həyata keçir. Niyə? Allahla pərdə arxası danışığı var, söhbəti var. Allah deyir, mən danışmaq istəyirəm sizlə. Təkcə bağışlanmaq deyil məsələ. İstəyirəm danışaq, söhbət eləyək. Nə vaxtıcan ancaq Quran üzündən danışacaqsən mənlə? Nə vaxtıcan ancaq belə oxuyacaqsən ayəni? Bismillahirrahmanirrahim dilindən ürəyvə hopmayacaq. Nə vaxtıcan? Mən istəyirəm danışaq, hopdur ürəyvə. Maniyələri götür. Maniyələri götür. Deyirlər ki, insan çox zikr eləməlidir. Bəzən baxıraq ki, axı, ancaq dildə zikr eləməyin nə mənası var? Yox, deyir, bunu elə, insan dildə zikr elədikcə, o zikr qəlbin qapısını başlayır döyməyə. İzah eləyirlər, hələ sözüm budur. Qəlbin qapısını başlayır döyməyə, deyir, daimidir. Və qoyma, deyil, artıq söz desin. Qoyma. Qoyma artıq söz desin. Bu zikri daimidir. Fikir versin, mübarək Ramazan ayında insan halı necə aram olur, rahat olur. Əslində əziyyət çəkirsən, amma şirin gəlir adama. Şirin gəlir. İftar açanda məsələ bu deyil, məsələ bu deyil ki, acıydım səhərdən axşama qədər, indi yemək dadlı oldu. Vallahi məsələ bu deyil. İnanın mənə, məsələ bu deyil. Susuzydum, indi su dadlı oldu. Yox, Allah suyun dadını artırır iftarda. Allah çörəyin dadını artırır iftarda. Bəziyir onu sənin üçün ki, ağzının dadını daha da dəyişsin. Axşama qədər mübarizə edib, axşama qədər suz qalıb və ac qalıb. O qədər böyütdü bunu Allah. Bir dənə ona görə açsız qalmısan. Allah belə eləyir. Hər şeyi sənlə danışdırır. Az qalır adam iftarda su ilə danışsın. Az qalır adam iftarda çörəklə danışsın. Təsdiq eləyirsə də mən bu sözlərimi. O qədər şirin olur. İndi bəzən görürsən adam hücum eləyir. Yaxşıdan gözlə nə olur? Ondan əvvəldə Allah nə deyir adamı? Görün nə gözəldir. Görün nə şirindir. Nə şirin həyat nəsib eləyir bizə valla. Deyirsən ki, dərhal başlama. Əvvəlcə bir dənə Hüseyni yad elə su içəndə. Bir dənə Hüseyni yad elə. Hüseyni yad eləyirsən, susuzluğun gedir. Nə qoymusan ilahi sən bu? Nələr lütf eləmirsən sən bizim ürəyimizə? Quran-ı Kərimdə, üzr istəyirəm, Cövşən Kəbir duasında, dostlarla danışanda dedim bu sözü. Cövşən Kəbir duasında bir cümlə var, çox cümlələr var. Oxuyun bu gecələrdə, heyfdir valla. Hissə-hissə də olsa oxuyun. Orada buyurur ki, ya təbibəl qulub, ey qəlblərin həkimi. Allahın adlarından biridir. Həkim istəmirsən, mən deyirəm ki, Allah düz bilməsəm Allah bağışlasın da mən bunu başa düşmüşəm, mən bunu anlamışam.
O qəlblərin həkimidir. Elə deyil, bu həkimdir. Deməli, qəlbi bu müalicə edə bilər. Axı, bu həkimin özünə uyğun da dərmanı olmalıdır axı. Həkim Allahdır, dərman Hüseyin. Allah həkimdir, amma bu həkim nə ilə dərman edir ürəklərə? Görürsən, nə qədər günah eləmiş olsan da, Hüseynin adı gəlir, ürəyin elə aram olur. Dərmanına bax, bunun. Həkimin dərmanına bax. Elə dərmandır ki, qəlbin bütün mərhələlərini paklayır. Elə dərmandır. Mərhum Behçət deyərdi, salavat elə bir kapsuldur ki, insanın bütün günahlarını bağışlayır. İnsanın bütün varlığını təmizləyir. Mərhum Behçət buyurardı ki, Allah ruhunu şad eləsin, buyurardı ki, gecə namazı günahın qarşısını almaqda adama kömək edir, amma günahın kökləri qalır. Deyir, Hüseyin gəlir, günahın köklərini baltalayır, çıxarır. İmam Hüseyin əleyhissalam gəlir, danışmağa dil tapasan daha, Allahla özünə güvəni itirəsən, kim ilah, mənim özümə daha güvənim qalmayıb. Mən həmin adam ki, özümə söz verib, sözümdən çıx, öz yanımda sözümün dəyəri düşür. Mən indi ancaq səninlə danışmaq istəyirəm. Hürrü İmam Hüseyin əleyhissalam elə pakladı ki, elə pakladı ürəyini. Elə pakladı ki, Hürrün zərrə qədər ürəyində meyl qalmadı, o biri tərəfə. Zərrə qədər. Heç nəyə meyl qalmadı. Deyir, ona çıx get. Bax, nə verib bunlara? Nə verib bunlara getmək istəmirlər? Ariflər belə olur da, Allahın qapısından üz çevirmirlər. Bəla gəlir onlara, bəla gəlir. Hiss edirlər ki, Allah nəzarət edir, ilahi. Bunlar mühüm deyil mənim üçün. Mənim üçün sən maraqlısan. Özü məndən alma. Nəyi alsan məndən al, özü məndən alma. Əsas məsələ sənsən. Özü məndən alma ki, həyatımın hər səhnəsində sənlə yaşamaq istəyirəm mən. Mən sənsizlikdən yorulmuşam. Gəlir, nə verir? 1400 ildir. Allah bir dənə dərman düzəldir bəşəriyyət üçün. Dərmanın adı əli idi. Bugün də əl çəkmirlər. Bugün də insanlar ondan əl çəkmirlər. Bütün güc toplayanlar, bütün güc sahibləri, nə gücləri var qoyurlar ortaya. Görün, nə eləyib Allah. Gücün var, hünərin var, sən gedirsən, mən güclüyəm. Bunu Allaha görə iddia edirəm, ha. Sən ki, iddia edirsən, mən güclüyəm, mən hər şeyi bacararam. Hünərin çadır, əlinin sevgisini çıxardır bəydən. Hünərin var ki, demək, sən gücün yoxdur, acizsən. Allahın qüdrəti buradadır. Allah çox sakit, rahat şəkildə bir dənə iş görür. Hüseynin məhəbbətini qoyur bir xalqın ürəyində. Əlinin məhəbbətini qoyur bir xalqın ürəyində. Bütün texnologiyalarının hamısı məhv olur bu sevginin qabağında. Heç kim isə başa düşmür. Nə oldu? Başa düşmür. Allahdan sağdaq. Nə oldu biz bacara bilmirik? Nə oldu bizim gücümüz zəiflədi? Nə baş verdi? Baş əsə bilmir, itirib başını. Çünki ən böyük silah məhəbbətdir. Ən böyük silah sevgidir. Nə boyda silahın olursa olsun. Bilirsiniz niyə görə Əbəlfəz ağadan qorxurdular? Bilirsiniz niyə? Çünki bilirlər, Hüseynə məhəbbəti o qədər şiddətlidir ki, bu məhəbbətə görə nə desən eləyər. Qabağında dayanmaq olmaz. Fiziki, belə deyək, qorxu deyil, bu təkcə əzəmətidir Əbəlfəz ağanın. Əzəmətidir. Gəldi, Şimir dedi Ömər Sədə ki, Ömər Səd bunları yaxşı tanıyırdı. Şimir dedi Ömər Sədə ki, diqqət edin. Dedilər, Hüseynin qoşunundan adam qalmayıb ki. Bu qoşunun bütün generallarını hamısını vurmuş. Başçılarını hamısını vurmuş. Hüseyin məğlub olub. Diqqət edin. Dedi, Hüseyin məğlub olub. Şükür edin Allaha. Mən danışdığınızda ürəyimizdə şükür edin Allaha. Bu şükür çox şey həll eləyər. İlahi, nə yaxşı ki, mən sənin naqis bəndənəm. Özümü naqis bilməyi bacardım ilahi. Mən buna gücüm çatdı. Nə yaxşı ki, sən mənim mərhəmətli Allahımsan. Nə yaxşı sən varsan. Deyir Ömər Sədə ki, Hüseynin qoşunu məhv olub, belə rahat olun. Ömər Səd deyir, yox. Deyir, yox. Deyir, görmürsən, hamısını öldürmüşük. Deyir, nə qədər Əbəlfəz sağdırsa, hələ heç nə eləyə bilməmişik. Görsünüz. O boyda güc, o qədər güc var ki, o qədər gücü var. Aşkar öldürə bilmirlər onu. Xəlvəti ağacın arxasından gizlənib öldürürlər nadamlar. Əvvəl qolun kəsir. Sağ qolun kəsir.
sonra sol qolun kəsir. O qədər acizdirlər qabağında. O qədər acizdirlər. Haqqın qabağında həmişə nahaq abırsızlaşır. Hörməti gedir, bütün hörməti sınır. Bütün hər şeyini itirir. Ən əsas məsələ ölüm deyil, ən əsas məsələ abır, həya, namus, qeyrətdir. O həmişə haqda olub. Allahla danışa bilən insanlar da olub. Həmişə belə olub. Ona görə Allah bizə deyir ki, mənlə danışın. Mənlə danışsaz qorxmayacaqsınız. Heç nədən qorxmayacaqsınız. Heç kimdən qorxmayacaqsınız. Və la yəxafu aleyhim və la hum yəhzənun. Tərif edir möminləri. Dilinə qorxu var ürəklərində. Nə də qəm qüssə var. Birimiz gedərik, omuz gələrik. Yoxdur qorxu. Sən mən neynə qorxudursan? Daha da rabitə güclənir. Sən qorxudursan ki, mənim əzizimi öldürəcəksən, onu şəhid eləyəcəksən, mənim qabağıma alır. Əksinə, birimizi öldürərsən min olaraq, sənin xəbərin var. Sən bunu bacarmazsan, mümkün deyil. Sən bizim Kərbəlamızı görməmsən. Sən bizim Kərbəlamızı görməmsən ki, ya 72 nəfər götürüb gəldi, qanı bütün dünyaya səpə bildi, bacardı bunu. Sən bizim Kərbəlamızdan xəbərin yoxdur. Neynədir? Ona görə xanım Zeynəb, o ki deyirlər, xanım Zeynəb bunu gözəllikdən başqa bir şey görmədim, ha, Kərbəlada. Niyə görə deyir? Sən elə bilirsən, biz itirdik bunu. Biz Hüseyni itirməmişik, biz Hüseyni indi qazandıq. Biz Hüseyni hələ indi qazanmışıq. Hüseyin hələ indi başlayır. Sən elə bilirsən ki, Hüseyin bitir. Əli məscidin mehrabında şəhid olanda başladı. Məscidin mehrabında şəhid olanda başladı. Əli onda başa düşdülər ki, Əli kimdir? Əlinin işi bitməyib. Hələ Əlinin balası var. Siz nəyi qoyub, nəyi axtarırsınız? Hələ Fatimənin yadigarı var. Hələ o zuhur eləyəcək. Hələ o zuhur eləyəcək. Vallah billah zuhur eləyəcək. Mən ömrü Allahdan bir şey görə istəyirəm ki, ilahi, özün şahidsən. Namazımız düz olmasa da, əyri olsa da, orucumuz düz olmasa da, həmişə bu yolun fədailərinə vəfalı olmuşuq. Heç bir vəfasızlıq eləməmişik. Heç bir şey bunların canından dəyərli olmayıb bizim üçün. Heç bir şey. Heç əzizimiz öləndə biz belə ağlamamışıq, amma bu yolun fədailəri üçün o qədər ürəkdən yanıb tökülmüşük. Ürəyimizdə 1400 il dünyadan, bundan öncə dünyadan köçən Hüseynin şəhadət qəmi hələ ürəyimizdədir, ilahi. İlahi, başqa heç nəyə görə baxmasan bizə, əlimizdə bir dənə dəyərimiz var. Özün buyurmuşsan ki, ondan müğayyət olur. Sizin adınızdan deyirəm, ilahi, mən o kəsəm ki, gözüm sataşanda iftarda suya Hüseyni yaddan çıxarmamışım. İlahi, nə vaxt görmüşəm ki, səhərin su axır, mən Hüseyni yaddan çıxarmamışım. İlahi, biz o kəsik ki, balalarımızın adına birinə Əli qoymuşuq, birinə Hüseyin qoymuşuq, birinə Zeynəb qoymuşuq. Biz balalarımızın adını sənin övliyalarının adını qoymuşuq. Biz Hüseyni yaddan çıxarmamışıq. İndi gəlmişik səndən dost olmağa. İlahi, mən dostluğa layiq deyirəm. Sən ki, dost olmağa layiqsən, mən dostluğa layiq deyirəm. Amma sözüm var, elə belə gəlməmişəm. Ya Muhsin, qəd ətəkəl musi. Necə yaraşır bu söz bu gecələrə? Ey ehsan eləyən, ey yaxşılıq eləyən, həmişə yaxşılıq eləyən Allah. Qəd ətəkəl musi. Belə deyim, ey ən yaxşı olan Allah. Qəd ətəkəl musi. Bu gecə bir pis gəlib qapıma. Allah öyrədib, bu sözləri belə danışır. Qad ətəkəl musi və qad əmərtəl muhsinə ən yetəcavazə anil musi. Sən özün əmr eləmirsən ki, yaxşılar pisləri bağışlasınlar. Arıca quru əntəl muhsin və ənəl musi. İndi burada yaxşı kimdir, pis kimdir? Sən yaxşısan, pis mənəm. Kim bağışlamalıdır? Sən bağışlamalısın. Həzrət Əli əleyhissalam
münacat edirəm, amma bu münacatlar kəsilir bu gecələrdə. Görün, nə qədər mərhəmətlidir. Küfədə deyir ki, ilahi, buyurur ki, ilahi, al məni bunların əlindən. Küfəlilər üçün deyir, al məni bunların əlindən. Özü kimi birilərini bunlara rəhbər təyin elə. Onda bilsinlər ki, mən kiməm. Onda mənim qədrim bilsinlər, mənim qədrim bilmədilər. Əlinin qədrini bilmədilər. Əli lisanın duasıdır bu gecə. Bu duanla keçirəm zikri müsibətə. Axırıncı gecədir, son gecəmizdir mübarək Ramazan ayında. Allahümmə xfirliyə zünubəlləti təhdi kuləysəm. Elə bilirəm bağışlamısan məni, amma xəcalət çəkirəm. Xəcalət çəkirəm. İlahi, o günahlarımı bağışla ki, səninlə mənim aramda olan bir abur həya var idi. O günahlar aburumu əlimdən aldı. Rahat günah etməkdə o günah mənə kömək elədi. İtirdim o bərəkəti. Allahümmə xfirliyə zünubəlləti tunzilul bəla. İlahi, o günahlarımı bağışla ki, bəla nazil edir. Ürəyimdə səni hiss edə bilmirəm, bilmirəm nə olub mənə. Ürəyimdə səni ana bilmirəm, ilahi. Nə olub mənim ürəyimə xəbərim yoxdur. Allahümmə xfirliyə zünubəlləti tahbüsü dua. İlahi, o günahlarımı bağışla ki, gəlmişəm dua eləməyə. Keçən il dua elədim, alınmadı. Keçən Qədir gecəsində dua elədim, alınmadı. İlahi, bilirəm, o günahlar səbəb olur ki, mən dua eləyə bilmirəm, dualarım qəbul olmur. Ərşibə qalxmır dualarım. Ürəkdən dua eləməyi bacarmıram, ilahi. İndi gəlmişəm sənin qapıma. Allahümmə xfirli kullə zənbin əznəbtuhu və kullə xatiyyətin əxtətuha. İlahi, hər hansı bir günah eləmişəm, hər hansı bir xətanı eləmişəm, keç mənim üçün. İlahi, qorxuram can verən anımda, həmişə qorxduğum budur, can verən anımda. Gözüm dikilər başqalarının köməyinə, səni itirərəm və mənim kömək eləyənim tapılmaz. Heç kim mənə kömək eləyə bilməz. Hədisdə var ki, elə bəndəni qoyarlar qəbrə, elə ki, bəndəni qoyarlar qəbrə, ilk görüşdüyü varlıq Allah olar. İlk görüşdüyü varlıq Allah olar. Başlayar danışmağa, çağırar ki, ay mənim bəndəm. Mən sənin mehriban olan Allahına. Niyə məndən üz çevirdin? Adamın orada çarəsi kəsilir. Adamın çarəsi kəsilir. Niyə məndən üz çevirdin? Mən sənə deyirdim ki, dostluq eləyək. Mən sənə deyirdim ki, gəl biz dost olaq. Neynəmişdim sənə? Nəyi verməmişdim sənə ki, şikayət eləyə-eləyə gəzirdin?